1981-ci ildə istifadəyə verilən 27 saylı şəhər poliklinikası paytaxtın tibb müəssisələrindən biri idi. Layihə tutumuna görə bina gün ərzində yüzlərlə pasiyent qəbul etmə imkanına malik olub. Burada 100-dən çox tibb personalı çalışırdı. Terapiya, cərrahiyyə, rentgen və stomatologiya kimi mühüm şöbələr fəaliyyət göstərirdi. Təxminən 40 ildən çox fasiləsiz xidmətdən sonra binanın istismar müddəti başa çatdı. Konstruksiyasında yaranan problemlər və qəzalı vəziyyəti səbəbindən 2023-cü ildə müəssisənin fəaliyyəti rəsmən dayandırıldı və poliklinika bütün inventarı ilə başqa ünvana köçürüldü. Boşaldılmış nəhəng bina qısa müddətdə nəzarətsiz qaldı. Pəncərələri sındırılan və tamamilə tərk edilən bu tikili zamanla maddə asıllarının toplanma məntəqəsinə çevrildi. Vaxtilə minlərlə insanın şəfa tapdığı bu məkan unudularaq kadr xaricində